Bakının Nərimanov rayonunda 2005-ci il təvəllüdlü Fatih Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 2003-cü il təvəllüdlü Hikmət Kərimovu öldürüb. Fatih 2023-cü ilin iyunun 23-də saat 22 radələrində küçədə tanışları ilə birlikdə dayanan zaman digər tanışı Kərimovun həmin ərazidən keçdiyini görüb. O, bir gün əvvəl Kərimov ilə aralarında yaranmış şəxsi mübahisədən onun işlətdiyi söyüşü cüzi səbəb kimi bəhanə edib və özündə olan bıçaqla ona zərbələr vurub. Kərimov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 xulqanlıq niyyəti ilə adam öldürmə, 221.3-cü silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xulqanlıq törətmək maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Hikmət Kərimovu Montin qəsəbəsində yaşamış qonşusu kimi tanıyıb, münasibətləri yaxşı olub. Hadisəyə qədər aralarında heç bir münaqişələri olmayıb. Mən narkomanım, marixuanadan istifadə edirəm. Tanışım Hikmət də narkoman olub, mənə marixuananı Hikmət təklif edib. Hadisədən bir gün əvvəl Hikmətə istifadə etmək üçün marixuana verdim. Həmin marixuananı evimdə saxlamamışam. Hadisədən əvvəlki bir ay ərzində təxminən 3-4 dəfə Hikmətlə görüşərək narkotik vasitə olan marixuana qəbul etmişik, deyə o ifadəsində qeyd edib. Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə iyunun 22-sində saat 23 radələrində Hikmətlə yaşadıkları məhəllədə görüşüb. Görüşdüyümüz zaman birlikdə istifadə etdiyimiz üçün Hikmətdən götürdüyüm az miqdarda marixuananı istifadə etmək üçün məhəllədə heç kəsin olmadığı yerdə oturduq. Hikmət marixuananı tütünlə qarışdırıb iki yerə bölərək çəkmək üçün hazırladı. Həmin vaxt mən artıq qalan narkotik vasitəni götürərək öz cibimə qoydum. Hikmət narkotik vasitəni cibimə qoymağımı özünə hörmətsizlik kimi qəbul etdi, öz iradını bildirdi. Hikmətə bu fikrinin düzgün olmadığını, hörmətsizlik kimi qəbul etməməsini dedim. Bununla bağlı aramızda mübahisə yarandı. Hikmətə fikrinin səhv olmasını bildirdim. Bu zaman o, sən mənə səhv düz öyrədəcəksən deyərək üzərimə gəldi. Narkotik vasitəni Hikmətə vermək istədim. Amma o məni təhqir edərək getməyimi tələb etdi. Hikmətdən nə edəcəyini soruşdum. O yenə də təhqir edərək boğazımdan tutaraq itələdi. Bunu görən 2 nəfər tanıdığım şəxs gələrək bizi ayırdı. Həmin vaxt Hikmət aləmə söydü və səni bir də buralarda görsəm öldürəcəm dedi. Buna çox əsəbləşdim. Lakin həmin vaxt heç nə demədən oradan evimə getdim. Hikmət isə hazırladığı narkotik vasitə ilə orada qaldı. Hikmətin kənar şəxslərin yanında mənə qarşı belə bir hərəkət edərək ailə üzvlərimi təhqir etməsindən çox əsəbləşdim. Bu hərəkətə layiq olmadığımı düşündüm. Üzerimdə qalan narkotik vasitəni istifadə etdikdən sonra yatdım, deyə Fatih Məmmədov qeyd edib. Fatih Məmmədov bildirib ki, iyunun 23-də saat 18 radələrində yuxudan oyanıb. Oyandıqdan sonra bir gün əvvəl baş verən hadisəni fikirləşdim. Səhv hərəkət etmədiyimi düşündüm. Hikmətlə görüşərək bu söhbətə aydınlıq gətirmək istədim. Hikmətlə söhbət etməyə gedərkən yaşadığım evdən mətbəx bıçağını götürdüm və şalvarımın kəmərinin arasına saldım. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyim üçün təxminən 1 saat əvvəlcə onun yaşadığı məhəllənin girişinə getdim, gəlməsini gözləməyə başladım. Saat 21:30-da Hikmətin yaşadığı məhəlləyə girişində
zaman eyni məhəllədə yaşadığım Elşən, Əli Muxtar, Kənan və Samir yanıma gəldilər. Onlara çıxın gedin buradan, işim var dedim. Əli Muxtar və Kənanı apararaq yola saldım və geri qayıtdım. Elşən və Samir oradan getməyərək nə işimin olduğunu soruşdular. Onlara heç nə demədim. Onlarla söhbət etdiyim zaman təxminən saat 22 radələrində Hikmətin gəldiyini gördüm. Hikmət bizə tərəf yaxınlaşan zaman üzərimdə olan bıçağı çıxardım və onun üzərinə getdim. Bıçaqla Hikmətə 2 zərbə vurdum. Məqsədim Hikməti öldürmək deyil, yaralamaq olub. Samir və Elşən araya girərək bizi ayırdılar. Bu zaman Hikmət qaçmağa başladı. Mən onun arxasınca qaçdım. Lakin Hikmət az bir məsafə qaçaraq yenə yerə yıxıldı. Hikmətə yaxınlaşmaq istəyərkən məhəllədə yaşayan Sərvan adlı şəxs məni tutaraq saxladı. Mən daha sonra oradan uzaqlaşdım deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərərçəkmiş şəxsin hüquqi varisi atası İlham Kərimovun sözlərinə görə təqsirləndirilən şəxsi tanımır, onu əvvəllər görməyib. Zərərçəkmiş Hikmət mənim oğlum olub. Sonradan bilmişəm ki, təqsirləndirilən şəxs oğlum ilə Montin qəsəbəsində qonşu olmaqla yaxşı münasibətləri olub. Oğlum tanınmış idmançı olub, heç vaxt narkotik vasitə qəbul etməyib. Mümkün deyil ki, oğlum təqsirləndirilən şəxsə narkotik versin və aralarında bununla bağlı davadalaş baş versin deyə zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Fatih Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.